Bal deməli mənə konteynerdə gəlir, sonra mən onu bu cür təmiz yolmuş quru qablara doldururam, baxın. Və gözəl şəkildə qablaşdırıram. Həqiqətən çox gözəl ətri, dadı var, faydalı bir baldır, ləzzətli bir baldır. Dəmirlə, zülalla zəngindir. Ələxüsus halsızlığı olanlar üçün, qan problemi olanlar üçün faydalı bir baldır. Balımızla inşallah səhər yeməyi yeyəcəm. Özüm də istifadə edəcəm bu baldan. Baxın, balın necə gözəl forması var. Baxın, Allahümə bərik. Sanki bir şokoladdır, belə deyək də, yəni. Həqiqətən gözəl rəngi, qatılığı var. Belə deyib, digər duru ballar kimi axıb tökülmür. Baxın, məndə indi pankekdir. Siz istəsəniz evdə çörəyə, lavaşa da yaxa bilərsiniz. Baxın, necə gözəl, rahat yaxılır çörəyə və yaxud da ki, lavaşa və ya pankekə. Kim nəyə istəsə ona da yaxa bilər. Üzərinə istəsəniz qaymaq əlavə edərsiniz və yaxud da ki, yağ əlavə edərsiniz və faydalı bir, ləzzətli bir səhər yeməyi yeyərsiniz inşallah. Bu cür. Siz də buyurun, sifariş verin bizim bu gözəl qarabaşaq balımızdan. İstifadə edin. Yanında da bismillah bu cür çay və günə enerjili, ləzzətli başlayın inşallah. Birbaşa Altaydan, Barnauldan konteynerlərdə gələn qarabaşaq balı məhdud sayda